112 il bundan öncə Lənkəranın sonuncu xanı Mirəhmət xan həyat yoldaşı Tuğra xanımın şərəfinə Avropadan gətirilmiş memarlar tərəfindən şəhərin mərkəzində, Lənkəranın mərkəzi küçələrinin birində bu xan evini inşa elətdirir. Qısa müddətdə bu ev inşa olunur. Təəssüflər olsun ki, xan özü bu evdə o qədər də yaşamayıb. Qısa müddətdən sonra Azərbaycanda Sovet hökuməti qurulub və bu ev xanın ailəsinin əlindən alınıb. Demək olar ki, bu evdə sadəcə olaraq xandan yadigar, yəni xanın ailəsindən yadigar bu düzgülərdir. Gördüyünüz bu əzəmətli bina 1913-cü ildə xan nəslindən olan Mustafa xanın nəvəsi Mirəhmət xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1913-cü ildə gözəllik müsabiqəsində birinci yeri tutduğuna görə 3 ay müddətinə ucaldılmış və Tuğra xanıma hədiyyə olunmuşdu. Bu bina cənub bölgəsində ən hündür mərtəbəli bina olmuşdu və ilk işıqlandırma sistemi də bu binada olmuşdu. Bu binada 1916-cı ilə qədər cəmi 3 il xoşbəxt yaşamışlar və ondan sonra mesenatlardan evlər əllərindən alındığı zaman Tuğra xanım Mirəhmət xanın dostları vasitəsilə dəniz yolu ilə Bakıda Sovetskidə 2 otaqlı mənzilində yaşayan bacısı Kişvər xanımın yanına aparılmış və həmin dövrdə Mirəhmət xan Fransada olmuşdu və bina zəbt olunduqdan sonra düz 20 gün sonra Mirəhmət xan 42 yaşında Fransada taun xəstəliyindən dünyasını dəyişmişdi. Onun nəşi Lənkərana gətirilən zaman Tuğra xanım Lənkərana gəlmiş, həyat yoldaşı ilə vidalaşmaq istəsə də buna şərait yaratmamışdılar. Lakin Tuğra xanım həyat yoldaşını dəfn etmək üçün Lənkəranda Bakı-Astara yolunun üstündə yerləşən Talış dilində Sardaxıl, Azərbaycanca Soyuq Bataqlıq adlanan məzarlıqda 2 güşəli, birini özü üçün, digərini isə həyat yoldaşı üçün qazdıraraq qırmızı kərpicdən içini doldurmuşdu. Və Tuğra xanım həyat yoldaşının nəşinin insanlar tərəfindən yaxın durmamasını görüb o təklif etmişdir ki, əgər həyat yoldaşını hörmətlə aparıb dəfn edərlərsə, hər birinə bir Nikolay imperialı hədiyyə edəcək. Və onunla da sözünü tutaraq Tuğra xanım mollanın vasitəsilə bunu həyata keçirmiş və Mirəhmət xan böyük insan izdihamı ilə aparılaraq həmin qəbristanlıqda dəfn olunmuşdu. Şəkildə gördüyünüz bu dəfn etmə mərasimidir ki, Mirəhmət xan 1916-cı ildə Sardaxıl qəbristanlığında dəfn olunmuşdu. Bu binada 9 otaq mövcuddur. Bu bina 5 mərtəbəli bina hündürlüyündə tikilsə də 3 mərtəbədən ibarətdir. Və bu bina müxtəlif dövrlərdə bir çox müəssisələrə rəhbərlik etsə də Sovet dönəmində buradan arxiv ambar kimi istifadə olunmuşdu. Və nəzərinizə çatdırıram ki, Cənub bölgəsinə aid olan bir çox tarixi faktlar bu muzeydə sərgilənir. Və burada gördüyünüz Cənub zərgərlərinin əl işləri öz əksini tapır. Bu binada 7 güzgü Tuğra xanımın şərəfinə həyat yoldaşı Venesiyadan gətirsə də Sovet dövründə bu binada olan şəxsi əşyalar aparılmış
və bir daha geri qaytarılmamışdı. Təkcə 4 güzgü yerli əhali tərəfindən burada ələ keçirilmiş və sonralar isə bina bərpa olunduqdan sonra binaya qaytarmışlar. Bu binada Tuğra xanıma və Mirəhmət xana aid olan 4 güzgü və bir də pilləkənin üstündə olan çilçıraq öz sərgilənir. Və bu binanın ilk açarı da gördüyünüz bu ekspozisiyada sərgilənir və xristian ustaları tərəfindən tikildiyini təsdiq edən amillərdən biri də açarın üstündəki xaç işarəsini siz görə bilərsiniz. 1924-cü ildə Lənkəranda ilk tarix muzeyi demək açılır və ilk maarifpərvər ziyalı Mirzə Ağalı Əliyev tərəfindən əsası qoyulan bu muzey ilk dəfə Böyük Bazar ərazisində fəaliyyətə başlasa da 1991-ci ildə bizim muzeyin ilk xanım direktoru Hürriyyət xanım tərəfindən və Ulu Öndər Heydər Əliyevin köməkliyi ilə bu binaya köçürülmüşdü. 30% muzeyin yığılmasında xidmətləri olan Hürriyyət xanım burada zəngin muzey otaqlarda zəngin muzey ekspozisiyasını yaratmış və burada ondan əlavə isə dövrlərə görə istər qədim dövrlər, istər orta əsrlərə aid və bir çox yerli burada yerləşən abidələrin də maketləri bu muzeydə sərgilənir. Və burada əl işləri olan xüsusi digər otaqda burada əl işləri sərgilənir. Nəbati xalçaları, Qarabağ xalçaları, lirik qadınlarının toxuduqları əl işləri də xüsusi gələn turistlərə zövq verir. Hal-hazırda muzeydə 6500 eksponat sərgilənir. 2500-ə yaxın eksponat isə xüsusi fondda saxlanılır. Gördüyünüz bu otaqda 2-ci Dünya müharibəsinin iştirakçılarının şəkilləri və onların şəxsi əşyaları ölümündən sonra əzizləri tərəfindən muzeyimizə hədiyyə olunmuşdu. Mən qürurla deyərdim ki, 2 dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanov məhz Lənkəranda Gərmətük kəndində doğulmuş və onun da şəkli burada birincilər sırasında yer alır. Və yeganə şəxsiyyətdir ki, Həzi Aslanov müharibə dövründə kim harda vəfat eləyirdisə, orada dəfn olunurdu. Lakin onun nəşini təntənə ilə Bakıya gətirilib, ilk dəfə Şəhidlər Xiyabanında, məhz indiki keçmiş Dağüstü Parkda, indiki Şəhidlər Xiyabanında dəfn olunmuşdu. Demək, muzeyimizdə müvəqqəti sərgilər də fəaliyyət göstərir. Burada Sovet dönəminə aid olan və o dövrdə mühüm sahələrdə rol almış insanların şəkilləri və şəxsi əşyaları sərgilənir. Bəlləbir qalasında tapılan müxtəlif ölçülü gil qablar üzərində totem işarələri olan işarəli qablar da bu bölmədə sərgilənir. Ondan əlavə isə su borusu üçün nəzərdə tutulan gil su borusu da Bəlləbir qalasında aşkarlanıb muzeyimizə hədiyyə olunmuşdu. Digər tərəfdə isə bizim demək olar ki, orta əsrlərə aid olan spiral formalı bəzək əşyaları, asmalıqlar, eramızdan əvvəl 4-2-ci minilliyə aid olan pasta muncuqlar da yer alır. Və bu gördüyünüz 12-ci əsrə aid olan kəşkül, bizdə, yəni Azərbaycan filmlərində kəşkül kimi səslənən oduncaq 12-ci əsrə aiddir. Təhsilin inkişafında mühüm xidmətləri olmuş Mirzə Ağalı Əliyevin Lənkəranda açdığı 2 sinifli məktəblər, kurslar və Teymur bəy Bayraməli bəyovla birlikdə burada müəllimlik kurslarının təşkil edilməsində xidmətləri olmuş. Onlar tələbə yoldaşlarını Lənkərana dəvət edərək burada tələbələrin oxuması üçün şərait yaratmışlar. Belə tanınmış şəxsiyyətlərdən biri də dahi Müslim Maqamayevin babası Qori müəllimlər seminariyasını bitirdikdən sonra taleyini Lənkəranla bağlayan 1909-cu ildə burada işləməyə gəlmiş Müslim Maqamayevi şəkildə görə bilərsiniz.
Muzeydə qorunan ən mühüm eksponatlardan biri də 1979-cu ildə Ulu Öndər Heydər Əliyevin Lənkəranda olarkən muzeydə xatirə dəftərinə yazdığı xoş təsərrüatlardır ki, o dövrdə dövlət dili rus dilində olduğu üçün rus dilində xatirə dəftərini yazmışdı. Sonralar Azərbaycan müstəqillik qazandıqdan sonra Azərbaycan dilinə tərcümə olunaraq turistlərin nəzərinə çatdırmışıq. Gördüyünüz bu çilçıraq cehiz olaraq Tuğra xanıma atası tərəfindən hədiyyə olunmuşdur.